bugün Azərbaycanın şəhid milli qəhrəmanı, Azərbaycanın ilk şəhid milli qəhrəmanlarından biri olan Müslümov Valehin şəhadət olduğunu gördük. Müslümov Valeh 1968-ci ildə 2 sentyabrda Leyiş rayonunda anadan olmuşdur. O orta məktəb bitirdikdən sonra Sumqayıtda peşə məktəbinə daxil olmuşdur. Peşə məktəbi bitirdikdən sonra isə Sumqayıtda çalışmaya başlamışdır, iş fəaliyyətinə başlamışdır. Lakin hərbi xidmətə yollanandan sonra hərbi xidməti başa vurub Azərbaycana, yəni Sumqayıta qayıtmışdır. Sumqayıta qayıtdıqdan sonra isə Azərbaycan torpaqları bütövlüyü uğruna gedən döyüşlərə qatılmışdır. Onu da qeyd edeyim ki, Valeh hərbi xidmət zamanı hərbinin peşəkar sirlərinə yiyələnmişdir. Qısa bir müddətdə Valeh polis orqanlarında, xüsusi təyinatlarda döyüşlərə qatıldı. Bir çox uğurlu əməliyyatlarda iştirak edən Valeh düşmənin kabusuna çevrilmişdir. Lakin 14 aprel 1992-ci ildə düşmənlə qeyri-bərabər döyüşdə Valeh döyüş yoldaşlarını xilas edərkən şəhid olmuşdur. Biz Azərbaycan Respublikası Milli Qəhrəmanlar Təşkilatı olaraq qəhrəmanın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanla görüşünü Allah bizə nəsib edər. Allah rəhmət etsin.